yaxınlarla ve eyni zamanda öz hakkında sizə minnətdarlığımı bildirirəm ki, bugün havanın bu şərəfdə olmasına baxmayaraq eyni zamanda öz vaxtınızdan müəyyən qədər ayırıb bizim qardaşımızın tədbirində iştirak edirsiniz. Çox sağ olun, var olun və Rövşən müəllim bizim bu şairlərimizdendir ki, təvəkkülkar bir şairdir. Həmçinin yenə kimi o həmişə yazıb yaradıb və həmin bu təvəkkülkarın nəticəsi olaraq bugün o bizim dostlarının tövsiyəsindən, yaxınlarının tövsiyəsindən həmin kitabını artıq işin üzrə çıxarır. Əziz qardaşım, mən sizi təbrik edirəm, sizə uğurlar arzu edirəm. İnşallah mən bunu da arzu edirəm ki, sizin gələcəkdə belə gözəl kitablarınızı sayı açsın və biz də gəlib həmin kitabların tədqiqatında iştirak edək və sevinək sizin xoşluğunuza. Çox sağ olun, minnətdarım və məclisi aparmaq üçün mən sözü bizim değerli ailemiz, şahimiz, benim əziz qardaşım Qıdar Azərbaycan Üniversitesindən buyurun. Bundan sonra söz edeyim. Değerli dostlar, əziz sağ söz adamları, ayrıca edebiyat evlarları, her birimizi hoş gördük. Değerli kardeşim, özel şairimiz, publisitimiz, içtimai kadimimiz, değerli Osmanlı'nın göz aydınlığından sonra sizden devletten alkışlamaktan gurur duyuyorum. Atatürk merkezi her zaman istidatların mekanının məskəni olur, her zaman ışıkları gül yanır, her zaman yüreğinde vətən eşki, diləyində yurt sevgisi, gözlərində məhəbbət yaşadan insanları uzaldıb, pervazlandırıb və onlara uğurlar alır. Bugün değerli kardeşimizin dediği kimi bu ayazlı şartlara vermiş akşamında Dədə Səməd Vurğun demiş, hamımızı hoş gördük bir daha və mən güman edirdim ki, burada əncində bu qədər adam olmalıydı. Soyuğa, soğuğuna, sazağa, qışa, şahtiyə baxmayaraq ürəyində poeziya işığı yaşadan hər bir hərarətlə məclisə gəlməliydi. Həm də ona görə ki, bugün Rövşən Xaləddinoğlu'nun məclisi. Rövşən Xaləddinoğlu şarımızın dəvacökar, sadə, səmimi, amma üzdə olan özünə məxsus şeirlərlə tanınan şairlərindən. Xaləddin və Lalə İsmailovaların ailəsində göz açan mənim əziz qardaşım Rövşən mənim yaxın qohumdur, doğmamdır, kəskindir, can gəlimdir. Bax, bu iki qardaşlar, böyük qardaş, kiçik qardaş, Rövşən və Ulu, Xaləddinoğlu'na səadət var. Hər ikisi mənim gözümün önündə baş keçirildi. Dumanisin Hamamlı kəndində boya başa satıblar. Borçalının baş keçidin, böyük ağır evlərin suyundan içilər, torpağında gəziblər, havasını udublar, odunda qızılıblar və hərəsinin tarihi bir səmtə gedib. Amma qəribə bir alın yazısı, tarih var. Borçalda yaşayıb, ümumiyyətlə, əsrarəngiz təbiətdə doğulub, boya başa çatan insanlar ədəbiyyata daha çox deyil olur. Mühəndis ola bilər, zorluqda ola bilər, inşaatda ola bilər, həkimdə ola bilər, pedagogda ola bilər, amma ürəyi həmişə sazla, sözlə döyülür və onlar şeir yazılır. İxtisas da sənin qardaşı Rövşən müəllim fizik olsa da, Azərbaycan Dövlət Pedaqoji Universitetini bitirsə də, uzun illər pedaqoji fəaliyyətlə məşğul olsa da, amma mən şahidəm ki, o yeniyetməliyindən həmişə ədəbiyyat həvəskardır, həmişə şeir yazır. Hər zaman şeirlərini yazır, amma özünün yazdığını etiraf eləməyir, deməyir, məclislərdə oxuyur. Məclislərdə o şeirləri səsləndirib bir kəşfiyyat aparır ki, görəsən, mənim yazdığım şeirlər məclis üzvlərinin xoşuna gəlir. Soruşub baxı, müəllimi kimdir? Amma müəllimin deyil, bizlədir. Mən bir erkənəm, doğman kimi, qardaşım kimi uzun illər əvvəl
mənə bəzi şeylərini göndərirdi, yaxud sosial şəbəkələrdən oxuyurdu, mən onu tövsiyə edirdim ki, qardaşım, şeyləri toplar, ver, mən də bir peşəkar redaktor kimi ona göz gəzdirib, ehtiyac varsa düzəldək, ehtiyac yoxsa öz yazdıqlarını ipə sapatacaq, kitab alını salaq və onu sap edəcək. Bugün sabah eləmədi. Amma bunu qardaşım eləmiş. Və ən ürəyimin başladı, gözəl bir kitab satdı, rəyadırlarsa onun qaparısı mən oldum. Redaktor elədim, ön söz yazdım, ondan sonra yox qardaş, mənim əzim, Rövşən Xaləmdoğlu cəsarətə gəldi. Yox, mən də bir çıxıb görüm, bu poeziya dünyasında nə var, nə yox. Mən biraz zarafat qatıram ki, məclisimiz gözəl alınsın. Və çox yaxşı oldu ki, belə bir kitab meydana çıxdı. Bir şeir var, yazılmamış. Deməli, bu kitabda ön sözdə də yazmışam. Adlarını bayaq çəkdim, mən hörmətlə, ehtiramla həmişə anıram. Xalətli müəllim, Lalə xanım, mənim əziz müəllimlərim olub, unutmayacağım müəllimlərim olub orta məktəbdə. Xalətli müəllim bizə ədəbiyyat dərsi keçirdi. O, hər dərsə girəndə mütləq bir şeir verdi, mütləq şairlərdən. Ən çox sevdiyi şair Səməd Vurğun idi. Özdə iş baxışdan Səməd Vurğun oxusun. Duruşu, yerişi, baxışı, saçının dağılmağı, mən Səməd Vurğun görməmişəm. O dünyadan kösəndən lisəyə sonradan olmuşam, şəkildə görmüşdüm. Amma mən hər tər məktəbdə, yaxud bizdə, yaxud onlarda Xalətli müəllim görəndə evliyim Səməd Vurğunla görmüşəm. Bəlkə də məndə Səməd Vurğuna bu qədər məhəbbəti oyadan Xalətli müəllimin siması və Xalətli müəllimin poeziyanı bizə öyrətməsi olur. Və qərbədir ki, o sinifə girəndə şeir oxuyurdu, sonra durxurdu. Deyirdi, davamlı siz deyirdi, bir də uşaqlar anlamayır kimi şeir olduğunu anlamadı. Ona görə deyir ki, gedir məktəb kitabxanasına o şeir tapın verdir. Gələn dərs onu sizdən öyrənəcək, birinci kitabxanaya mənməsin. Və məktəb kitabxanasında oxumadığım kitab qalmamışdı. Növbəti dərsdə əlini qaldırır, deyir, nə istəyirsən, deyir, bir şeir öyrənmişsən, deyir, hangi şeiri, Sədət o şeir tutarmışım. Və beləliklə mən poeziyaya meyləndim bu rəhmətliyin sayəsində. Niyə bu yaxalı tutarmışdım? Bu gözəl qardaşın müəllim ailəsində, pedagog ailəsində, anadan olub və həm də şairanə insanların ailəsində, ocağında boya başa çatdığına görə fizikdə olsa, kimyasında olsa, riyaziyyatda olsaydı, o şair olmalıydı, özünü büruzə verməliydi. Və axır ki, şükürlər olsun ki, bu kitab araya, ərsəyə gəldi, çatdı və bugün əziz insanların, dostların, doğmaların, ədəbiyyat sevərlərin, poeziya qurğularının iştirakıyla biz bir yerdəyik və bu gözəl kitaba mübarək edirik. Mübarək olsun, əziz qardaşım, burada təsadüfən asıram, hansı şeir əlimə keçsə onu oxuyum, çox gözəl bir şeir çıxdı, hamısı gözəldir. Məni göyə qaldırın, məni göyə qaldırın, yerə göylərdən baxın, bulutlara qarışın, şimşəklər tək çaxın, məni göyə qaldırın, günəş olun, ay olun, kainatı dolanın, səmalar olsun yolun, əla, almışdır şairimizi. Gözəl şeir, həmişə düşəklərdə olsun, günəşə ayaqtay olsun və artıq özü bir ismarız verdi. Biz buna ne yarışmışıq? Onu göylərə qaldırmaq, onu da göylərdədir. Amma ürəyimdə olan sözləri deməliyik, layiq olan sözləri deməliyik, çünki Rövşən qardaşımız ona layiqdir. Layiq olmasaydı bugün ətrafına bu qədər insanları yığa bilməzdi pərvanə kimi. Bizdə də rəmzan var, dəyərli insanlar. İndi siz iki versək ürtağını verirəm, mən imtihanımla gəlirəm və buna satan ki, mənə zəng elədilər ki, Aşqeyrət Üniversitəsində qayıtmalıyam, elə bilən bizi bağlarını imtihan verirəm, onları yoxlamalıyam. Mən icazə almışam 1 saat yarım. 1 saat yarım sizlə olacaq. Amma çox xahiş edirəm, bu qardaşı mənə bir şahan göstərdi. 7777 nəfər hərə bir dəqiqədən danışsa, inşallah Qəmət qardaşım, 3-4 il buradayım. Gəlin belə deyək, növbəti kitaba qədər hərə 2 kəlmə, 3 kəlmə, heç bir təsirə deyəməyəcək, mən demokratiyada olum, səhər qardaşım, heç bir təsirə deyəməyəcək. Hamıya söz verəcək. Amma 1 dəqiqə, 2 dəqiqə ərzində zərbat olacaq.
yekunlaşdıran qalan sözlərimizi bazıb saxlayaq eləmək. Elə deyil mi? Yəni, siz bir sahkar burada olacaqsınız. Mən də belə bir təklif edirəm. İndi burada bir dəqiqə ilə, 2 dəqiqə ilə belə qaça-qaça olur. Mən də ilk dəfə kitab təqdim keçirəm. Belə deyək, siz öz vaxtınız, sizə nə qədər olan vaxtınızı qoy, hər kəs öz nə qədər biləcəyi şəkildə fikirlərini söyləsinlər. Sonra da sizi Allah canını sağ eləsin. Bir qardaşlarla, o qədər burada gözəl qardaşlarım var. Böyük qardaşlarım var. Onlarla da apartmanlarla, böyük oğlanlarla. Çox. Sən gedərsən, sənin qardaşın, mənim qardaşlarım bazarlar. Başına, olar mı? Çox güzel. Yəni, istəmirəm ki, ona görə sizin yerinizi təbii ki, amma sizi var eləsin, yerinizin uğurluqdan əski olmaysan, bir böyük alimsən, gözəl insansan, əgər insansan, bizim qardaşımızsan, kiçik qardaşımızsan, ancaq sən öz payına düşən vaxtı, qoy kimdən də o ilklə danışdıq, sözünü desin, sonra da mən öz misyanı yeni edəndən sonra gedəcəm, mənim xoşbəxtliyi nədən dəyərləmişdir. Dəyər baxır. Mən məclisə baxdım, mənim fikir verdimsə, bəzi insanların adını çəkdim, bəzi insanların adını çəkmədim, amma çox adamların adını çəkərliyədim. Çünki tarih mənə verdiyi ömrüm burada əyləşən işıqlı insanlardan çoxunun yolunda xərcləmişəm. Ya onların kitablarının tərtibçisi olmuşam, ya redaktör olmuşam, ya öz sözlərimi olmuşam, ya şiir həsr eləmişəm. Yəni, müxtəlif məqamlarda bu insanlarla uğurlu, halal yol etmişəm və onlarla bir yerdə olmuşam. Yer gəlmişəm, bir haşiyə çıxır. Mən bu məqamdan istifadə edərək, indiyə qədər müəyyən məclislərə dəvət olmuşam, son bir il ərzində o məclislərdə olmamışam. Ona görə olmamışam ki, fevralın 24-ündən artıq bir həftə qalıb, ona qədər mən məclislərə çox getməmişəm, qədər də getməyə başlamışam. Biraz nasatlamışdım ona görə. Qardaşımın gözəl məclisi oldu, 15 yaşı oldu, mən oraya gedə bilmədim. Keçən həftə mənim əziz qardaşım gözəl şairimiz Zülfiyyət Rəxmanlı Bəlkə Yaz Bəyənin belə dəyişdi, nasatlıcı məsələləri deyil, da o səmniyyət tapır. O istəyir ki, başqaları da apardığı öyle. Deməli, İlyas qardaşımın buradan təqdim olduğu və kitabının təqdimatı olduğu, mən çox cavabdım, amma gələ bilmədim, özü görürsünüz, amma təbrik edir. Çox istəyirdim gələ bilək sözləri söyləyən, sağ olsun, növbəti kitabda mütləqən orada iştirak edirdim. Gəzəmlər qardaşım dedi, yazdı, söz verdim, gedəmədim. Elədi, mən rəzqam. Yəni, çox adamların adını çəkə bilərəm, amma buraya mənə şorda olur. İnşallah, Allah hamıza can sağlığı versin və gələn görüşlərdə inşallah bir yerdə sizin cümlələrinizi keçirir. Dəyərli dostlar, bu Rövşən Xaləttin oğlunun kitabını hazırlayanda mənim yanıma gəldi və dedi ki, Əziz Evoğlu, bir gözəl insan var, onunla tanışdığımız var mı? Zərifə Sofi Şarova dedim, sən onu harman tanırsan, dedi, bəs mənim kitabıma oxuyub, öz söz yazır, redaktör edib. Dedim, əslində mən sizi tanış eləmədim, sən məni tanış elədim. Biz Zərifə xanımdan verilməlik zamanlıq sildaşı dostuyuz, o vaxtdan tam biraz gözəl ədəbiyyatçıdır, gözəl şairdir və gözəl də öz söz yazıb, kitabda çox yaxşı redaktör edib. Ona görə qərara gəldik ki, ikimiz də bu kitabı redaktör olmaq, ikimiz də bu kitaba ön söz yazır. Onu bir ön söz yazdır, mən də bir ön söz yazdır. Amma Zərifə xanım, məndə qəribə bir xarakter yazır. Mən ön söz yazanda şairin şeirinə başqa heç oxudur. Ona görə sizin ön söz oxumaq. Ancaq özümüşünü tutarlardan sonra oxudur. Biz şair. Tələbələrdən, yolal tələb olanlar gedir. Bundan bir şair deyil. Mən olmasam o qiymət yarada bilməz. Buna görə mən onları ödüyə çarpıyım. Sonra gedirəz deyəcəklər. Orada görürsən. Elə Zərifə xanımlar, Zərifə xanımlar təşəkkür ediyor, onu almışlayırıq.
Biz yaşlıyız. 26 yaşlar mı takılır? Bu Səadət xanım dedi ki, ay Erollar, ay qardaş, mən hələ o liseydə işledim oldu, gəldi ki, Erollu var, o şeyləri oxuda duyurlar. Biri var, tərbiyəsiz yazır. Şeyləri gətirdi, oldu ki, oradan özel çıxarmasın. İlk kitabını hazırladı, peşman olmadı. Günlərdə dərnət məhkəmədən gelib, bir kitab çıxır, dərbələ sahib tanıyırsan, deyə mən qoşum. Sənə bir şey verəsin, çox payı var. Dedi, mən artıq baxmışam öz yerimə, məni əvəz edəməyəm. Və məndən də yaxşı aparırlar, çünki mənim haqqım sahiblər, o söz demək edir, İnşallah, mən gedəndən sonra davam edəcəm. İlk sözü mən vermək istəyirəm, dəyərli Zərba xanıma, Rıdaqlığa, öz sözü müəllifə, buyursunuzda bilirsə kəlmə bilənlərəm də çox artıq gedilir. Hamınızı xoş gördük. Mən bugün Rövşən müəllimi, gözəl insanı təbrik edirəm. İlk kitabı işimizi görüb. Doğrudan da ilk kitab, ilk övlad kimidir. Çox sevinç verir insana. Təbrik edirəm. Bundan sonra daha da yaradıcılıq uğurlar arzulayıram. Sizə gözəl, bundan da gözəl təqdimatlar arzulayıram. Mən bilirəm ki, hər bir söz adamı, hər bir şair Tanrı ilə, ilahi ilə bir vəhdətdədir. Şairin ruhu vəhdətdədir, Tanrı ilə ona görə ki, hər bir şairə əta olunan sözü Tanrı yoxdan var edir. Xəlqə ağzın sirrini hərdən qılır izharı söz. Kim bu nə sirdir, hər ləhsə olur yoxdan var söz. Artıran söz qədrini sid ilə qədrini artırar, kimdən miqdar olsa əhdin ilə o miqdar söz. Böyük Füzuli demiş, insanın sözü insana verən Allah Taala bizə onu doğrudan da o deməsə biz onu qazana bilməyik. Bəli, sözü ilahinin ilhamından qazanıb, onu qiymətli gövhərə çevirən, əbədiyyətə qovuşduran şairlərə eşq olsun. Sözü yaşadan, yaradan və onu gələcək nəsillərə ötürən bizim şairlərimizdir və şairlik bəşəriyyətin böyük ərmağanıdır insan bəşəriyyətinə. Rövşən Xəllətiloğlu'nun mən yaradıcılığını çox sevdim. Onun poeziyası ilə tanış olduqca geniş mövzuları araşdırdım, öyrəndim və onun bu keşməkeşli həyatda keçdiyi yollarla tanış oldum. Doğrudan da hər bir misrasında misra dil açan onun arzuları, onun lirikasında özünü göstərir. Və lirikası, təbii ki, hər bir şairin birinci növbədə yaradıcılığında lirika önəmli yer tutur. Bizim şair qardaşımızın lirikasında da çox yadda qalan misralar var. O öz məhəbbətinin Məcnunun səhradakı külünə, Xosrovun Fərhadın Xosrov olan sözünə, Kərəmin külünə, közünə bənzədir. Və doğrudan da ilahi bir sevgi, mühəbbət yaşadığı məlum olur. Həzin nəğmələrin ahəstəsidir, ruhun göylərdəki şikəstəsidir, sevən könüllərin şah bəstəsidir, susmayan, kamandır, tardır məhəbbət. Bəlhamya tanış olan məhəbbəti Rövşən müəllim özünə məxsus bir gözəl həzin duyğularla əks etdirirdir. Şairin romantik duyğuları insanı çox uzaqlara aparır, gəncə illərdə səhət etdirir. Deyir ki, pəncərəmdən ay doğur, zülmətli nura boğur, gözümdən həsrət yağır, mən səni düşünürəm. Yenə açılır səhər, oyanır üstə qəhər, qəlbimdə xatirələr, mən səni düşünürəm. O qədər səmimi duyğular, o qədər səmimi hisslərdir ki, həqiqətən mən çox kitablar ilə etmişəm, amma Rövşən müəllimin şiirlərini oxuca insan nə qədər səmimi duyğularla qarşılaşır. Onun əsərindəki bu şiirlər, bu şiirlərin olan ilham, onun yaşadığı, doğulduğu kəndin o havası kimi safdır, bulaqları kimi durudur, təbiəti kimi gözəldir və təbii ki, insanı belə bir mühitdə doğulması onu istərsə də yaradıcılığına sirayət edir. Şairin vətən mövzusu da çox zəngindir, hər bir özünü qəlbində yaralı yerdir, əlbəttə ki, vətən duyğuları və o duyğular sizdə də çox gözəldir, rəngarəngdir və oxuduqca hər bir insanı addım-addım o yerlərdə gəzdirir, misra dil açır vətən duyğuları. Obadan, onaqdan, eldən danışar, çəməndən, çiçəkdən, güldən danışar, sazdan söhbət açar, eldən danışar, söhbət bizim olsun, söz bizim olsun. Zirvəsində ağ buludun çalması, meşəsində kol armudu alması, it burnuzu,
Bağ yemişan alçası, əzgiri var, Zoğal var kəndinin. Yəni kəndində olan bütün gözəllikləri əks etdirdi. Şairin yaşadığı genişlik, yoxsulluq, həyatı, duyğuları, sınavdan keçirən şairimiz dünyanı dərk edən və roşan fəaliyyətin olur. O fikrə gəlir ki, indi bilinə çəkilir şairlər. Çünki şair ömrü adi insan ömrü deyil. Şair ömrü haqqın yoludur, peyğəmbərlik yoludur, Tanrının yoludur və müqəddəs yoludur. Yəni bu müqəddəs yolda Rövşən müəllimə uğurlar arzulayaq, can sağlığı arzulayaq, gələcək həyatından daha da böyük uğurlar arzulayaq və bu eşqi, bu ilhamı verən Allah'a çox şükürlər olsun. Bu münasibətlə mən bir daha təbrik edirəm, çox vaxt qalmaq istəmirəm və deyir ki, halalıqdır Tanrısından istəyi, müqəddəsdir, hər arzusu dirəyi. Uşaq kimi, şöhrə yolu ürəyi, nə zaman ki, xətrinə dəyirlər, indi bilinə çəkirlər şahidlər. Sağ olun. Tutası var, Azərbaycanın arası var, sonası var, Səadət da buyursun sizə sözlərini söyləsin. Elə bir təsirini çəkir. Bu soyuq havada bəlkə Rövşənliyi gəlirsə, Rövşənin baxmayan xoş gəlirsiniz. Rövşənin sözünün, qəlbinin sevginin. Rövşən, mən fərq edirəm ki, mənim baş keçimim elə bir oğullar, Knyaz kimi, Bəli kimi, Qulu kimi, Rövşən kimi, Qəzənfər kimi, Mutuz kimi, yan ki, hansı birinə üzünü tutsam, onunla fərq edə bilərsin. Eləncə də Rövşən. Rövşənin mən anasını tanımışam, başlayla, qızını tanımışam, Allah rəhmət eləsin. Gözəl bir xanım idi, şeir sənəti ürəkdən sevər idi. Onda mən şeylərin qadiklərdə çatıldı. Ancaq xalanlı bizim üçün doğma bir yerdir, həmişə ələqədə olmuş. Tanımışam. O tipdə, kök üstə əslinə isə Rövşən bəsəmət həmişə mənzaq oldu. Rövşənin bu istisi oldu, bu ilhamı o kökdən bu söydən gəlir, bilincədir. Rövşən şeirini oxuyanda, vətən şeirini oxuyursan, vətən aşıq olursan. Ana şeirini oxuyursan, anallaşırsan, sonalaşırsan, qurulursan. Rövşənin qüdrət şeirini oxuyursan, qüdrətləşirsən. Rövşənin şəhid şeirini oxuyanda, şəhdə olan məhəbbətin ürəkdə, sən də el şəhid olarsın. Rövşən sözünü deyə bilən, sözünün mənasız, sözün başına ip salıb ərləməyən, sözünü deyə bilən, hər şeyində bir dünya qoya bilən, min aləm yaradan bir şair. Mən sənə uğurlar, yaxşı yollar arzulayacağım. Şeir var, kitabı, başını oxuyacağım. Arxasını oxuyanı qıvrayan istəyirsən, oxuya bilirsən. Ancaq Rövşən şeiri oxuyanda, bəzi insanlar var da, Allah saxlasın. Onların şeirini oxuyanda, o şeir səni tutur belə, deyir, axıra tapıqlar, mən var yanlışın olurlar. Mən valih olmuşam, həqiqi valih olmuşam, Rövşənin kimliyinə, mənliyinə, o daxili bir zənginliyinə, fərq edirəm səndən. Allah səni saxlasın. Bu yaxınlarda bir şeirini oxudum. O qədər qəmləndim ki, Zəfir xanım, siz də sağ olun ki, Rövşənə kömək edirsiniz. Knyaz hamımızın, aləmimizdə bir knyaz var. Mənim kitabıma öz sözü də yazdım, əlimdən də tutub, nöqsanlarımı da deyib, tərcümü də deyib və değişməmiz də var. Yan ki, hamamlı, nə hamamlı, çörəyi tutulu tamlı, ərənlərin yurdu qaldı şahid, baş getdim, hamamlı kəndi, poeziyada, sənətdə seçilən bir qulbadır, bir eldir, Allah şiir eləsin. Mənim Rövşənim də o elin bir nümayəndəsidir. Rövşən, qəlbən səndən uzaq olsun. Allah o dərdini, azarını sellər olasın.
aklı başlı Rövşənin bir şiiri olsun. Mən o qədər bir təhəmmüləm verdim. Mönkür Allah'ın başını qaldırdım ki, bütün telefonun bütün yaşı. Çünki mən həyatda o qədər kəlmə keçdi yollar getmişəm ki, kiminsə bir qəm olanda, dərd olanda, ona dərman olmaq istəyirəm. Ona doğma alışmaq istəyirəm. Onun ağrısını yarı bölmək istəyirəm. Vallahi insanlıq budur ki, kiminsə dərdi olanda ona ortaq olsun. Onu yardım edəsən, ona ürək verəsən, bunu sivlədiyi, xəstəykən halını soranlara falan. Yaşlılara sağlam olsun, yaşlılar var olsun. Neden yaşlardan üzün gönderir? Yüzü karan olsun, dünyanın Rövşən. Sənin dost sındırıb yarını ağlatır, çəkilmir başından dumanın Rövşən. Qəm mənə nə verdi, qəmlərdən əl çək. Eşqin dəryada bitən tər çiçək. Su deyin haraylar, bu necə gerçək. Çarxı tərsə dönür, devranın Rövşən. Utayan aləmsən öz aləmində, min aləm yarattın söz aləmində, doğrular başlar düz aləmində, haqdan üzülməsin gümanın Rövşən. Çəkilsin başından dumanın Rövşən. Sağ olsun, değerli Səadət Xanım, hər zaman uzaq olsun. Səadət Xanım çox güzel məqamlara toxundu. Səadət Xanımın da baş keçidəndir. Və əziz dostlar, bir məqamımızla programlarıyam mən. Bəzi insanlarda, dostlarımızda borçalı sözü qızıq yaradır. Niyə qızıq yaradır? Biz borçalı olduğumuza görə borçalıdan danışmıyoruz. Borçalı vətəndən ayır üstüne görə borçalıdan danışmıyoruz. Biz gələcək uzaq olsun, o məşəqqətləri görə bildiyimizə görə, biz sındırıldığımıza görə, biz qırılmaq məqamında ola bildiyimizə görə borçalıdan çox danışırıq ki, borçalı adı yaddaşlara qalsın. Vaxtım olmadığına görə qısaca danışıram. 1987-ci ildə mən Bakıdövlət Universitetində tələbə olanda bizim bir cüzlük təşkilatımız vardı. Bilmirəm, Əyalət müəllim onu xatırlamır. Bir ocaq yaratmışdıq və ocağın adını qoymuşduq Mədəni Maarif ocağı, amma həm də siyasətə girmişdik. Onu Sovet dövrüydü. Günlər keçirildi. Bəli, yanındırsa, bəli, günlər keçirildi və gizli keçirildi. Deməli, günlərin bir günü universitetin köhnə çayxanasında oturanda, adını çəkməyəcəm, Allah rəhmət eləsin, rəhmət edib, bir profesör məndən soruşdu ki, sən haralısın? Mən dedim ki, mən borçalıyam. Dedi, borçalı haradır? Ani olarak yanıma gəldim. Dedim, Amerika. Dedi, Amerika'da borçalı var, ne yok, ştatlardan Amerika. Dedi, pay atırlar, mən profesör adam alım, heç bilmirəm ki, Amerika'da borçalarla ştat var. Dedi, sən nətən danışırsan? Dedim, orada bizim dilimiz var, Azərbaycan dili. Bu dildə danışır, məktəbimiz var, nədir? Dedi, ensiklopediya bunlarla dili axtarsanız taparsınız. Deməli, çox pis mənə təsir edib. Uşaqlar orada bizim yanımızda laboratlar vardı, müəllimlər vardı, üstünü vurmuyor. Və mən gəldim oradan, çox pis mənə təsir edib. Mənim profesorum borçalının harada olduğunu bilmir. Götürdüm bir dənə məqalə yazdım. O vaxt mən Azərbaycan Gəncləri qəzetinin ştatdan kənar müxbiri idim. Məni yaşda olanlar bilər ki, o vaxt qəzetlər falanlar az idi, 3-4 qəzet var idi. Gənclərin qəzeti də Azərbaycan Gəncləri. Bir yazı yazdım. Ad çəkmədim, ad çəkmədim, şimdi onu ad çəkmədim, Səadət Xanım. Yazdım ki, ben bir alim, biz profesör yazdım. Məndən soruşlar alsam, o gedimi yazdıqda publistik dildə. Və Azərbaycan Gəncləri qəzetdən bunu aparanda, redaktor dedi ki, bunun adını, bu yazının adını nə qoyar? Fikirləşdim, dedim, bilmirəm. Dedi, bəlkə belə bir şey qoyar. Mirzə Cəlil demiş, zırlama. Cəlil Məmmədqulzadənin bir telefonu var, adı zırlama. Dedim, var. Belə yazdı, Mirzə Cəlil demişkən 2 nöqtə zırlama. Səhər gəldim universitetə, o vaxt qəzetlər oxunurdu. 2 dəfə idi köşklərdə.
Laborant dedi, səni axtardılar. Dedi, kim bizə filan kəsər, üstü dəfə bir gəzir, mənim bilmirəm, ağlıma gəlmir. Bir də gördü, gəldi, tutdu yaxınlar ki, sən mənə yazırsan cavabı. Mən sənə yazmalıyım. Deyək, mən dedim bu söz sənə. Dedi, burada sənin adın var. Dedi ki, yox. Bunu niyə danışdım? Dedi, Şükür Borçalı haqqında çox uzun məlumatı var. Biz Azərbaycanlıyıq. Biz Azərbaycan vətəndaşıyıq. Azərbaycan dövlətin uğrunda canımızı əsirgəmirik. Mən Qarabağ müharibəsi itiramıyım. Birinci Qarabağ müharibəsində könüllü olaraq Bakı Dövlət Universitetini alıb, hərbi jurnalistinin cəbhəyə getmişəm. Borçalı övladı Azərbaycan uğrunda, Qarabağ uğrunda döyüşlərdə oldu. Sağ gəlmədən gəldi. Bugün burası da konstitusiyonel olmaya bilər. Bizim istəyimiz oldu ki, ey Azərbaycan xalqı, ey Azərbaycan dövləti, ey Azərbaycan milləti, bayrağımız həmişə uca olsun. Borçalını yaddan çıxartmayaq. Borçalı ora qalmaz. Kimin nasıl olmadan, Qarabağlı da, Göyçəli də, Zəngəzuru da, Dərbəndli də ham Borçalı olmalıdır ki, Borçalıda məktəblər bağlanmasın. Borçalıda ana dilində universitetimiz olsun. Borçalıda məktəblərimizin sayı açsın, bağçalarımız açsın. Birliyimizi qoruyaq. Bax, indi mənə Təyyarət qardaşım Borçalı İctimai Birliyinin yeni logosunu təqdim elədi. Mən bayaq bəyəndim. Uzun illərdir, aylardır müzakirə edilir. Bugün bəyəndim. Bunu alqışlayaq. Borçalı İctimai Birliyi Ədliyyə Nazirliyində rəsmi qeydiyyata alınmış bir qurumdur və Borçalıda yaşayan Azərbaycanlıların, soydaşlarımızın haqqını, hüququnu, mədəniyyətini, mənəviyyatını, əxlaqını, təhsilini qorumaq üçün çaba göstərir. Biz də onun ətrafında birləşməliyik. Hər birimiz gücümüzü ona verməliyik. Kimin gücü nəyə satırsa. Mən bu yaxınlarda Borçalıda oldum, bir neçə kənddə oldum, göndərmişdim orada və problemləri öyrəndim. 50 rəhdən ibarət yuxarı təşkilatlara Borçalı soydaşlarımızın qarşılaşdıqları bütün problemləri yazdım. Mən burada bugün Rövşən qardaşımızın ürəyi açıqdır, tədbirini çox siyasətə yönəltmək istəmirəm. Amma bilməliyik ki, biz orada problemlərlə üz-üzəyik. Ona görə mənim əziz dostlarım, qardaşlarım. Mən bir Borçalı deyəndə siz 100 Borçalı deyin. Var olsun Borçalı. Sağlıqlı sözlü Ələm Məclisimizin rəhbəri mənim Əli Şahin qardaşım Şəhədi Yaradan Bülüyor edən. Buyursun. Rövşən qardaşımın ilk kitabının təqdimatına Rövşən haqqında Günyaz qardaşım da gözəl sözlər dedi, Sərvət xanım da gözəl sözlər dedi. Yəni, Rövşən haqqında demək, ən gözəl sözlərə layiq bir insan. Onun oturuşu da, duruşu da, onun bəy duruşlu danışığı da hamı görür, hamı sevir, hamı da bəyənir. Rövşən qardaşımla mən təxminən bir 6 il bundan əvvəl görüşmüşük. Bir dəfə yolum düşmüşdü onun iş yerinin yanına. Hoşum içeri daxil olandan sonra tanışlıq dedim ki, mən bunu kəsəm. Ona Sedatın adını eşitmişdim, bilirdim. Baxdım ki, başının üstündə bir dənə saz durur. Dedim, qardeş, sən saz da çala bilirsən. Bir dəfə Aliyə görən hər şeydə. Bir də o stolun üstündə bir dənə köhnə dəftər. Elə bu dəftəri açdım, belə baxdım, vərəqlədim, baxdım ki, şeirlərlə doludur bu. Dedim, bu şeirlər sənindir, dedi, hə, mənimdir. Onda da bizim sazlı sözlü Borçalı Ədəbi Məclisi fəaliyyət deyir, 2 il ilə davam edir. Qardaş, bə bizim məclisə niyə gəlmirsən? Sənin qardaşın bunu gəlirsən, gəlmirsən. Bunu mənə gizlədik. Sən bilsən, durdu belə, dedi, nə bilim, elə cızmaqara edir. Belə vərəqlədim, dedim, yox, bu cızmaqara deyil, qardaşım. Sosial şəbəkədə paylaşan şeirlərdən sənin şeirin qat-qat yüksəkdir. Sən gəl ilə, orada şairlərlə tanış olacaqsan, yeni nəfəslərlə
nəfəs alacaqsan və eyni ilə açılacaqsan. Sağ olsun, bir-iki dəfə sazınla gəldi, bizim məclisə şirkətdir. O vaxtdan bizim dostluğumuz, qardaşlığımız davam edir. Biz Rövşənlə yad deyilik, mənim uşağı düşürük. Xələbli müəllim, Allah rəhmət eləsin. Onun Rövşən kimi, qulu kimi oğulları var. Və o biri qardaşlarının adını çəkməyəm, ikinci buradasınız, ona görə ikinizin adınızı çəkirəm. Yəni, sizə nə deyim, ay Rövşən qardaşım, sənin bir dənə şeirini oxuyacağım, ona görə ki, dağ adamları dağı çox sevir. Hətta bütün şeirlərin əksəriyyətinə baxırsan, dağ havası gəlir. Dağın o təmiz havası gəlir. Ona görə salam bir salam şeirini səsləndirmək istəyirəm. Yəni, çox aşiyəşik. Rövşən yazır. Ey xəyal, mehman oğlu yenə dağlara, bizdən o yerlərə salam de, salam, bulan yaylaqları, buz bulaqları, yamyaşıl çöllərə salam de, salam. Gəzin hər bucağı, hər bir güşəni, axtar şəmənliyin, axtar bişəni, topla nərgiz gülü, dərbə növşəni, ətirli güllərə salam de, salam. Dinlə ozanları, dinlə həvəsli, xoş müjdə gətirsin bu bahar fəsli, kamandar avazlı, əmrah nəfəsli, nəğməli dillərə salam de, salam. Al-əhvəl eyləyib, qohum qardaşla, dərdini bölüşdür dostla, sırdaşla, böyük ehtiramla, ağıllı başla, o ağır ellərə salam de, salam, ağır ellərə salam de, salam. Dağ havası gəlir, təmiz sürüklər, çox təəssüflər ki, salamımızla gedib çatmıyor. Sağ olun. Səhət mənim təşəkkür edirəm. Nə qəşəng Rövşən talətli olun yaratılır. Dağ sahibi, dağ çeşməsidir. Orada Borsalının, Azərbaycanımızın, Türk dünyamızın əsrarəngiz təbiətinin çalarları var. Və Rövşən müəllim öz poeziyasında nə ilə seçir? Və Səadət xanım dedi ki, ham şiir yazır, elə şiirlər adama təsir edir, elə şiir adama təsir edir, ham yazır. Yazan çoxdur, yazar azdır. Yəni, ham yazır, amma ham yazar ola bilmir. Bu da təbiidir. Xəzarinin, Nizaminin, Nəsiminin, Füzulinin, Fəhrayinin, Vaqifin, Fidadinin, dövrümüzdəki şairlərin sağlarına fikir versək, minlərlə yazarlar var. Sacit hesabsız, biz adlarını qaldır. Elə şairlər var, bir misrasıyla yaşayır. Elə misrası var, bir kəlamınla yaşayır. Elə şairlər var, bir beytinlə yaşayır. Elə şairlər var, bir də şeirinlə yaşayır. Amma xalq şair. Deməli, bir dəfə akademik Rafael Hüseynov televizorda çıxış edirdi. Bir sözü mənim çox hoşuma gəldi. İlk mən əvvəllər sənət yolunu təqdim edirdi. Bir də kəndi yapmışdım, Sovet dövrü şeylərlə. Amma sonradan bir nəfər eksperiment vardı. Yolda qarşıdan çıxan aksaqqaldan, ağbircəkdən, davardan, yaşlıdan, uşaqdan soruşur bir şeydir. Ağzına asam deyir, ev bir kisən mənimsən, yurdum yuvan məskənimsən, anam, doğma vətənimsən, arman körün canından, Azərbaycan, Azərbaycan. Başqa şey deyil. Azərbaycan şeyini bir-birimizə çekilir. Sənət yurdum bir-birimizə əsil deməli dahisi, duasıdır. Kim nə deyir desin, barlı ağaçları çox. Amma qalan, el oba yaşadır şair. Şairi el yaşadır. Ozanın daxili el yaşadır. Və buradan bir məqamda vurulandı. Rövşən müəllimin şeirlərində o qədər gözəl, tutarlı, samballı misələr var ki, oturub onun üstündə dönən ölkiləşirsən. Bunu Rövşən müəllim yazır, bəli Rövşən müəllim yazır. Necə yazır? O dağların əzəmətindən yüz alır. O dağların şöhrəsindən ilhamlar yazır. Və bir məqam. Bu iki qardaş, onlar hamısatan, Sağlı Esqörələrə, Allah rəhmət eləsin, onların alətin müzikisi də olur. Və onlar tar səsi eşitdiklər, saz səsi eşitdiklər, musiki alətlərindən səsi eşitdiklər və onlar
dörd dənə sazımız var. Çox adam bilmir, Rövşən müəllim həm də gözəl saz ifaçısı. O, el havalarını o qədər gözəl ifa edir ki, gözlüyüm belə bilərsən ki, bunu dədə ədalət ifa edir. Başqa bir aşıq. Bəlkə də burada məndən sonra gəzərsə, təşkil edərsə bir saz çalar, mən orada o eşit deşilir, mütazələ yapsın. Saz çalar, mən orada qiymətlər yaxşıdır. Yəni, Rövşən müəllimin həm də poeziyasının uğuru o sazın sözün vəhdətindən yaranır. Ona gözlük yazır. Saza varlıq olmayan insan, inanmıram ki, ana ailəsində şiirlər yazar. Və bu məqamda mən dəfələrin adını çəkdim, mənim əziz qardaşım Qəzəldə məsul oluyan söz verirəm, buyursun, Rövşən qardaşım yaratanında danışsın, sonra bir tələbə yoldaşdan söz verəcəm, ondan sonra yavaşdan mənə icazə verirsən, əldə qalın hazırlaşsın. Çox var olun, Allah sizi qorusun. Rövşən Xələddin oğlu mənim böyük qardaşım. Onu mənə bəxş edən Qulu dostumdur, qardaşımdır. Qulu ilə artıq bizim dostluğumuzun 45 illik tarixi var və Quluya görə Rövşən müəllimi tanımışam mən. Və sonra Rövşən müəllimi o qədər istəmişəm ki, Qulunun xətrinə dəyməsin. Qulu elə bir ki, arxa planda kesin, biraz. Asıl bu belədir, səmimi deyəcəm mən. Rövşən Xələddin oğlu aşıq sonaları, aşıq vəkilləri, şair, alim, knyaz aslanları yetirən və güllərinin, çiçəklərinin ətri bütün Borçalıyı bürüyən hamamda dünyaya göz açır. O kənddə dünyaya göz açıb şair olmamaq ən böyük qəbahət olar. Knyaz müəllim, Rövşən müəllim haqqında çoxlu məlumatlar dedi sizə və mən də gördüklərimi demək istəyirəm ki, hara getsəniz, nə vaxt getsəyin, Rövşən müəllimin başının üstündə saz görərsiniz. Və mən də günlərin birində Rövşən müəllimin iş otağına, iş yerinə getdim, baxdım, gördüm ki, başının üstündə saz açılır. Və orada dedim ki, qardaşının saz başının üstündədir ki, dedi ki, bu şeirdir. Mən əvvəlcə o şeir deyəcəm, sonra da Rövşən qardaşımın xırda bir şeirini oxuyacağım, üstənlik. Getdim, gördüm qardaşımın saz başının üstündədir. Zümzüməsi dodağında, söz başının üstündədir. Həm aşıqdır, həm də şair, eşqini ellərə yayır. Ələskəri ustad sayır, iz başının üstündədir. Şeirinin gözü, qaşı yerindədir, deyil naşı. 65'i kesip yaşı, 100 başının üstündedir. Hamamının şir oğludur, Rövşən adlı bir oğludur. Minbaşıdır, kör oğludur, 100 başının üstündedir. Müsafiri qəzənfərdir, dost görəndə olmaz dərdi. Gözəlliyə könül verdi, həz başının üstündedir. Rövşən müəllimin hər bir şeirini oxusanız, orada bir rəh var, orada bir könül var. Rövşən müəllim heç bir sözün şeirində artıq heç nə yazmayın. Nə lazımsa onu yazır. Və mən burada Rövşən müəllimin bir şeirini sizin diqqətinizi çatdırmaq istəyirəm. Yazır ki, cənnət olsun göyüm yerim, gül qoxuyum çiçəklərim, ətir satsın sətirlərim, könüllər alanı yazın. Saf düşünüm, haqqı bilim, hər kəlməni deməz dilim, kəsərli ol ey qələmim, yaddaşda qalanı yazın. Az olsun sayı şeirimin, söz olsun payı şeirimin, ucalsın boyu şeirimin, mənası olanı yazın. Həmişə şeirimin boyu ucalsın, var ol qardaşım, səni təbrik edirəm, bugün kitabınızı uğurların bol olsun, davamlı olsun. Ben de size ben tələbə yoldaşım davet edeyimdən də çox məmnunam, hoş gəlmişsiniz, həmişə sağlam olun, bilmədim. Təşəkkür edirəm, məni bu tələbəliklərlə qaytardınız. Bugün doğrudan da sözün bayramıdır, Rövşən qardaşımın sözünün bayramıdır. Biz onun kitabının işığına toplaşmışıq. İlk kitabı mübarək olsun. Dəyərli ön söz yazanları, Knyaz müəllimi, Zərif xanımı salamlayıb və təşəkkürü bildirmək istəyirəm. Doğrudan da bugünkü zamanımızda, çətin zamanda, şairlərin bol olduğu bir zamanda, hər kəsin belə deyək də, qələm götürüb şeir demək imkanı olduğu bir zamanda, ancaq bayaq kimsə dedi ki, şairlər çatışmır. Rəhmətlik Oqtay Rıza deyirdi.
tənqidçilər də çatışımız, təqə şair çatışımız. Bugün sözünün işına gəldiyimiz Rövşən qardaşımı mən uzun illər tanıyıram və onun baş kesikdən anamdan olmağını da və iki qardaşım da qələm gedib şeir yazmağı, mənim ailəsindən olmağı, sözə, sənətə dəyər verməyi və onun gözünüzaqından qaynaqlanır. Mən o torpağın yetirmələrinin bir çoxunu tanıyıram və yaxında kimsə yenə qeyd elədi. Sədət xanım var, burada Qəzənfər müəllim var. Kəndimiz olan deyildi. Yəni, o torpağın insanların hər bir orada şair olmaq, olmamaq haqqı yox. Və mən şeirlərimin birində yazmışım ki, başıma dolanıb tərvanə kimi, ağlımı başımdan alırsan ay söz, sinəmdə çırpınan oldu qəlbimi alıb əllərində salırsan ay söz. Bir anda ruhumu uçurduq göyə, hecalar, misralar, söz eyə, bu fani dünyada yaşayım deyə, mənimlə baş-başa qalırsan ay söz. Qəlbim kürəsinə hayatla düşdüm, Tanrı dərgahından ruhuma köçdüm, sinəmdə közərdim, sinəmdə düşdüm, dilimin ucunda yanırsan ay söz. Tüm geçsene getirək yarımsan, sehirli bir aləm, qəmli sarımsan, doğmasan, hamıdan mənə yaxınsan, qəlbimin elində qalırsan ay söz. Sinəmə çırpılan dalğasan nəsən, qeyirsdən ruhuma qonan nərməsən, bəlkə söyləyəsən, hardan gəlirsən, bəlkə biyabanda bir güzət səsi, bəlkə də çiynimə qonan mələksən, bəlkə də çiynimə qonan mələksən. Bugün elə o çiynimə mələklər qonan şairlərin birinin söz bayramıdır. Mənim Rövşən qardaşım yazır ki, səni gözləyirəm, yeni şeirim. Səni gözləyirəm, yeni şeirim. Tənhalıq əlində darıxdım yaman. Bələlik əsrinə saf duyğuların, rahatlıq tapıram sən gələn zaman. Səni gözləyirəm, yeni şeirim. Gəlişinə neçə qurbanım da var. Gözüm yollarından asılı qalıb, ürəkdə həsrətin hicranı da var. Səni gözləyirəm, yeni şeirim. Sənsiz ələmliyəm, eynim açılmır. Zülmətə qərb olur sanki bu aləm. Üzümə günəşin nuru saçılmır. Səni gözləyirəm, yeni şeirim. Bilirəm vəfasız olmayacaqsan. Sinəmdə güclü tər çiçəkləri, ruhumda əbədiz olmayacaqsan. Və bir başqa şeirində də yazır ki, hər yazılan şeirdən bir nəğmə sərgi olmur. Bəxt üzünə güləndə təslim də fərqi olmur. Varlı və fərqli gəlir, öz vaxtı zamanı var, əsr payız küləyi, çiskini, dumanı var. Tökülür ağaçların, yarpaqları budaqdan, yarıçılpaq meşələr və boz görünür uzaqdan. Rəngli günəş çalardı, sarı qızılı payız, ömrün 4-dən biridir, ömrə yazılır payız. Zəfər sodatlım olur, səsi çağıraq sətlimdir, mən payızı sevirəm, payız mənim təslimdir. Deyən şair də, yəni onun ruhumu sarlasa olmadır, mən payızı çox sevirəm, mənim 68-dən çox payız haqqında şeirim var, bir kitablık şeirdir. Ona görə də bizim ruhumuz da olmadır. Ruhum üçün alqışlayıram və Rövşən bəli, təbrik edirəm. Çok teşekkür ederim. Çok sağ olun. Teşekkürler. Biri Azərbaycan, biri Borçalı. Şərəfim, şöhrətim, şarımdır mənim. Biri Azərbaycan, biri Borçalı. Tarix boyu istəkləri bir olur. Arzuları, iləkləri bir olur. Dar günündə gələkləri bir olur. Biri Azərbaycan, biri Borçalı. Borçalı Azərbaycandan, Azərbaycan Borçalıdan heç vaxt ayrılmayacaq, hər birisi Türk dünyasına ayrılmayacaq. Bu məqamda mənim dəyərli dostlar, böyük əmniyyətliyəm, mənim missiyamı olan verətilməyi, əziz şair qardaşımız, dəyərli dostum, dəyərli qardaşlarıya verirəm, sözünü verirəm və ehtimalı əminəm ki, çox gözəl, doğrudan əmindir. Can sağlığı, uğurlar, alqışlayalım. Hörmətli tədbir iştirakçıları, hörmətli ziyarlar, hörmətli el-oğullar, bu günlərimiz gözəl bir günə yetişmişik. Bizim hamımızın sevimlisi, hamımızın onun şəxsiyyətinə dəyər verdiyimiz Rövşən Xavərdinovunun bu gözəl günə yetişmişik və Knyaz Məzində bizim gözəl ailemiz,
gözəl Qarabağ müharibəsinin iştirakçısı, hamımızın sevimlimiz, baş keçidi Saadət Ota demişkən Başoğlu, bizim əziz Kilyaz qardaşımız. Bu gözəl məclisi də gözəl açılış elədiniz. Elə də Dayanət qardaşıma təşəkkür edirəm və burada bizim bu Atatürk mərkəzini bizə həmişə biz borçallara üzünü açan bizim Nizami qardaşımıza da, hörmətli alimimizə də, ziyalımıza da təşəkkür edirik bəri başdan ki, bax bu ocağı, hər vaxt bu isti ocağı bizim üzümüzə açır, bu qapı bizim üzümüzə açıqdır. Ona görə də, əziz qardaşım, bu kitaba 2 nəfər ön söz yazır. Bu kitaba adam var ki, bir ziyalı tapa bilmir, onun kitabına gəlib ön söz yazsın. Sən xoşbəxt adamsan ki, sənin kitabına 2 ziyalı, 2 ədəbiyyatşünas sənin kitabına ön söz yazıb. Bu da sənin xoşbəxtliyindir, bu da sənin bilirsən nədəndir. Adam var ki, özünü daşa vurur, qayaya vurur, sağa vurur, sola vurur, istəyir şair ola, istəyir. Bir də var ki, adam ağrınla, həyasınla, ismətinlə, adam adamlığınla və ona baxırsan, onun hərəkətlərinə, onun layaqətinə, onun şərəfinə, şöhrətinə və Kilyaz müəllimlə Zərifə xanımda, bax ona görə də sənin bu üzüyündəki bu, bax səndə bir ağırlıq var, səndə bir borçalı kişisinin bir simvolik bir üzü var da, bir sifəti var. Gəl bir səni bir ürəkdən alıq istəyər. Və onunla bərabər də Kilyaz qardaşım mənim kitabıma ön söz yazanda oradan bir sətir götürüb ön sözdə istifadə eləmişdi. Orada belə bir söz var idi ki, şair gərək öz xalqı ilə bir olsun. Allah ona ilham verib, təb verir. İstisi ilə ocaq olsun, pir olsun, Rəbbim şeiri insanlara həb verir. Bax, sən elə həmi bir o baş keçidin, Hamamlı kəndinin həm ocağısan, həm pirisən. Çünki sən elə bir mərfətli qardaşımızsan ki, və ona görə də Kilyaz müəllim, bax, bu günləri indi əvvəl də biraz xəstələnmişdi, Allah şəfa versin. Biz sevindik, həqiqətən də sevindik ki, Kilyaz bir bizim aramızdadır, bizlə bir yerdədir və biz arzu edirik ki, indən belə Kilyaz müəllimi həmişə gözəl tədbirlərimizdə həmişə başda görək. Çünki Saadət Otar gözəl bir borçalının baş olur. Həmişə Allah sizi var eləsin, elə də Zərifə xanım, bizim gözəl pedagogumuz, gözəl ziyalımız. Sənin də kitabın artıq 2 ziyalının əlindən keçib gəlib, bax bu kitab bu günləri gözəl bir tərtibatla bizim xalqımıza çatdı və biz də bu kitabı indi rəhmətli Zəlim xanım mənim kitabımın təqdimatında dedi ki, o Hüseyin Arif demişkən kitabı varaqlamağa imkan tapdım. Çünki kitab bana dünən çatıb, indi kitab bizə bugün çatıb. Biz indən belə bu kitabı oxuyacaq və bilirik ki, burada gözəl sözlər var. Bu gözəl sözlər olmasa, Kilyaz müəllimlə də Zərifə xanım bu kitaba qoymazlar ki, belə üzə çıxsın. Ona görə də gəlin biz ürəkdən bizim gözəl alimimizi, gözəl ziyalımızı, xalqımızın sevimli oğlunu, həm ağsaqqallı Kilyaz müəllimi, ədəbiyyatımızın artıq, mən bir şeyin də şahidi oldum. Mənim bu kitabıma ön sözü bizim hörmətli tənqidçimiz, gözəl alimimiz Əsəd Cahangir yazmışdı. Orada şeirlər sıralananda Əsəd Cahangir bir söz dedi. Dedi ki, mənim adıma olan şeiri Kilyaz müəllimdən sonra sal. Çünki o mənim müəllimim olur. Onun mənim üstündə haqqı var. Mən gördüm ki, insanları Kilyaz müəllimə olan nə qədər hörməti var, nə qədər ona sevgisi var, saygısı var. İndi gəlib özü də alim olur, amma deyir, yox, o mənim müəllimim. Ona görə də gəlib Kilyaz müəllimdə ürəkdən almışlar. Kilyaz müəllim, mən də sizi radımdan salamlayıram, Allah sivar eləsin. Nə yaxşı olardı ki, axıra qədər bu məclisi siz aparasınız. Ona görə ki, sizin söhbətinizdən, sizin çıxışınızdan qoymaq olmur, məyanalar tutur insan. Sizə can sağlıq,
arzulayıram. Allah silah eləsin, hər zaman başınızda olsun ki, şərəf verib gəldiniz. Bugün bu məclisin açılışını siz elədiniz. Bir təşəkkür, doğru adam. Can sağ ol. Hər zaman can sağ ol. Salam. Devam edir. Bugün burada ürəyi sözlə dolu o qədər insanlar var ki, hamı burada öz sözünü deyəcək. Bizim Rövşən qardaşımıza da öz fikirlərini bildirəcəkdir. Yox, bir dənə bizim Borçaldan, Bağ Borçaldan, Kəpənəkçi kəndindən çox şairlər çıxır. Biz canlı tarifeyləri, böyük klassikləri, Borçalının yaradıcı insanlarını, rəhmətlik Cəlilxan Yaqubu, Abbas Abdulluyu, Allah rəhmət eləsin Şair Mamedə və neçə yazarlarından biri də bu günləri bizim gözəl ağsaqqal qardaşımız, gözəl ziyalımız, gözəl şairimiz və necə deyirlər, belə hər zaman öz yolunu, öz ədəb ərkanını gözləyən bizim ağsaqqalımız Ziyadxan Budaq bu məclisdədir. Mən belə bilirəm ki, onun da ürəyi doludur. Rövşən qardaşına bir təbriklərini çatdıracaq inşallah. Hamımızı salamlayıram. Tez-tez ədəbi verilişlərdən deyim, ədəbi məclislərdən deyim, görüşdüyümüz tanışmalar, mehriban dostlar, hər birimizin sevgili dostu, hər birimizin ürəyində özünə yer tutmuş gözəl insan Rövşən Xələddinoğlunun politik dünyasında xoş gördük sizləri. Çox məmnunam bugünkü məclisdə iştirak etməkdən. Sözün düzü elə bilirdim ki, Rövşən Xələddinoğlunun bir neçə sayda kitabı var. Onu çox kütləşmiş, yetişmiş Azərbaycan poeziyasında öz sözünü deyə bilən müdəffir bir şair kimi qəbul eləmişdir. Çünki şairi tanımaq üçün onun bir şeirini oxumaq kifayətdir. Onun yaradıcılığına bu və ya digər dərəcədə baş vurmaq kifayətdir. Heç də kitablarının sayı önemli deyil. Bugün eşidəndə ki, onun ilk kitabının təqdimatıdır. Sevincim biraz da çoxaldı, ay Allah. Uğur yolda gedən yolcuya qarşı gəlir. Uğur sahibini tapıb, indiyə kimi poeziya yollarında inanlı addımlar atan, bütün ətrafında olan, gələn dostlarının rəğbətini qazanan, xeyir duasını qazanan gözəl bir şairimiz nəhayət öz uğurlu yolunun başlanğıcına gəlib çatır. Uğurla qarşı-qarşıya dayanır. Ona görə, bu uğuruna görə qardaşım Xələddinoğlunu ürəkdən təbrik edirəm. Ağrısını da, dostlara da Xələddinoğlu sevdiyim üçün hamıya təşəkkürümü bildirəm. Qabaq sənəm. Rövşən Xələddinoğlunu hamımız çox istəyirik, təkcə mən yox. Rövşən Xələddinoğlunun şeirləri sözün həqiqi mənasında safdır, duludur, bulağın gözü kimi duludur, bulaq kimi qaynardır, oxucunu gözünə cəlb edəndir. Rövşən Xələddinoğlunun şeirləri oxunaqlıdır, tez əzbərlənəndir, yadda qalandır və maraqlı bir də nədir? Bir oxucu kimi özümüzə belə bir qənaətə gəlmişəm ki, Rövşən Xələddinoğlunun şeirlərini oxuyanda, şeirin əvvəlini oxuyandan sonra elə bir arxasında olanları bilirəm, arxasında olanları özüm demək istəyirəm. Elə bilirəm bu şeiri mən yazmışam, elə bilirəm bu şeiri mənim tanıdığım hansı bir şairsə də yazılmış oxumuşam. Sonra da mənim olur ki, yox, özüm fikirlərini cəmləşlərində görəm, yox, Rövşən Xələddinoğlu yazır. Niyə belədir? Görən nədəndir? Çünki o, xalq ruhu bağlı bir şeydir. O yaradıcılıqda xalq ruhu var. Qeyri-Urbanın ruhu var. Burada qeyri-olundu, Rövşən Xələddinoğlu Borçaldan belə bir bənzətmə verir. Elə bilir ki, Borçalı bir üzükdür, onun zümrüd qaşı baş keçiddir. Baş keçid öz təbiətinə görə Borçalının necə dərlər başıdır.
zövq mənbəyidir, ilham mənbəyidir. Baş keçidin təbiəti şeirdir, insanları şairdir. Ona görə də burada şair olmamaq mümkün deyil və gözəl bir edilərdir. Mən o qədər yaxşı tanımıram. Amma eşitdiyimə görə çox gözəl, qiymətli, qüdrətli bir kişinin ailəsində dünyaya gəlmiş adamdır, Rövşəddin Xələddin oğlu. Xələddin müəllim İkinci Dünya müharibəsində gözü ilə uğurdan alıblar götürmüş adamdır, adam olur. Uğurların boynundan keçmiş adam olur və nəhayət elm sahəsində, pedagojik fəaliyyətində öz sözü demiş müqəddəs sənətkarlardan olur. Və təbii ki, onun ailəsində böyüyən övladlar da şair, alim, ziyalı olmalıydı. Nə xoş ki, o ailədən 2 nəfər də şair yetişir. Və bir də mən qibdə edirəm ki, bunun ikisi də hamımızın sevgilisidir. O da elə şeylərin hər biri fəxrlə, qürurla deyirlər ki, quluyu canım qədər sevirəm və yaxud Rövşən mənim gözümün nuru qədər mənə yaxındır. Bunların bəxtəbəri, xoşbəxtliyi də bunlardır. Elə şairlik də budur. Şairlik budur ki, mənəviyyatında olsun şairlik, baxışında, duruşunda olsun şairlik, yerişində, duruşunda olsun şairlik, insanlarla münasibətində olsun şairlik. Bütün bu keyfiyyətlərin hamısını elə quluda da görürük, Rövşən Xələddin oğlunda da görürük. Rövşən Xələddin oğlunun şeirləri sözün həqqi mənasında borçalı danışıq tərzinə uyğun qulluqda yazılmış şeirlərdir. Bu şeirləri oxuyanlar adam elə bilir, borçalı əsl adamlar elə bilirlər ki, elə borçalılardır, marlonlardır, polislərdir, kəpələkçilərdir və yaxud belə deyək, baş keçidlərdir, haradansa özünü o doğma məkanda hiss edir. Bir də mənə elə gəlir ki, Rövşən Xələddin oğlunun şeirləri hələ hansı bəstəkarınsa da stolun üstündə qalan və onun duyğularının dəhrəsi olan notların taleyini gözləyir. Elə bir ki, bəstəkar hələ sözünü tapmayıb. Amma qəlbin dərinliklərindən gələn duyğularını, incə hisslərini not vərəqlərdə köçürüb orada saxlayır. İndi sözü axtarır. Əminəm ki, bu axtarış gəlib bir gün tapacaq. Rövşən Xələddin oğlu şeirləri musiqimizin bərbəzəyinə çevriləcək, yaraşanda çevriləcək. Bu Pifaqorun bir kəlamı var. Deyir ki, əsl riyaziyyatçı olmaq üçün biraz da şairlik lazım. Mən qibdə edirəm ki, ixtisasca fizik olan qardaşım Rövşən Xələddin oğlu gözəl şairdir. Bu kitabı hələ maraqlamamışam doğrusu. Kitabın adı çox maraqlıdır. Bir şeir var, yazılmamış. Bu böyük bir arzudur özlüyündə. Yaradıcılıq kredosundan xəbər verir. Gələcək yaradıcılıq imkanlarından xəbər verir ki, şair gələcəkdə hansısa qüdrətli bir söz demək arzusundadır. Elə bir istəkdədir ki, o elə bir şeir yazmaq istəyir ki, təkcə o şeir Azərbaycan ədəbiyyatında Rövşən Xələddin oğlunu tanıda bilsin. Kitablar tanıtır adamı. Burada əyləşən ziyalı dostların, şair yoldaşlarının hamısı yaxşı bilirlər ki, Azərbaycan ədəbiyyatında Əhməd Cəmil tək bir şeiri ilə diqqəti cəlb edib. Gətir oğlum, gətir. Və yaxud Məmməd Rahim rəhmətli Leningrad göylərində qoymasını yazmaqla dünyada Azərbaycan ədəbiyyatında özünə yer tutdu. Rəhmətli Rəsul Rıza Lenin qoymasını yazmaqla Azərbaycan ədəbiyyatında özünə bünövlərlə indi bir yer tutdu, iz qoydu. Belə şeirlərimiz, belə şairlərimiz çoxdur. Əminəm ki, mənim çox istəkli qardaşım Rövşən Xələddin oğlu da nə maqsada belə bir qüdrətli şeirini yazacaq və bu kitabın davamı olaraq Azərbaycan ədəbiyyatında özünə iz salacaq, Rövşən Xələddin oğluna isə şöhrət gətirəcəkdir. Mən bu yolda sənə uğurlar arzulayıram, əziz qardaşım. Uğurların bol olsun. Candan əziz canlı, damarında qanlı, şöhrətli şanlı, ümidlərin çırağı Azərbaycan bayrağı.
burada bir ümidlərin ısrarı var da, ümidlərin ısrarı. Bu söz məni çox tutur. Azərbaycan bayrağı indi artıq çox yerdə ümidlərə çıxır. Azərbaycan ordusu, Azərbaycan dövləti, Azərbaycan dövlətçiliyi ümidlərə çıxır. Və artıq bizə ümid gözündən, bizə ümidlə baxanlar var. Ona görə də sənin bu şeirində bu sətir çox yerinə düşmüş və gözəl bir sətirlərdən biridir. Onunla bərabərdir, mən bu günləri istəyirəm sözü bizim şair qardaşımız Şərəfəddin üçün buradadır. Sözlərinə mahnılar bəstələnmiş və hər zaman borsallarla bir yerdə olan, özü əslən cənubdan olsa da hər zaman borsalını özünə bir doğma vətən bilən və borsallarla nəfəs alan, borsallarla fəxr edən, borsalların şad günündə, yaxşı günündə, çətin günündə borsallarla bir yerdə olan bizim əziz qardaşımız Şərəfəddin üçün buyursun. Çox başında sözlərimiz edir. Rövşənin ilk kitabıdır, amma bu şeirlər bizim ilk şeirləri deyil, uzun illərin toplantısıdır. Və mən burada hər kəsin bayaq Ziyatın mənim bir qəribə söz dedi ki, bəlkə də yazacaq. Amma mən elə bilirəm ki, bu kitabı hamımız oxusaq, hələ Rövşənin o tarixi şeiri bəlkə də yazılıdır və bunun içində var. Təəssüf ki, hələ çoxumuz oxumamışıq, amma mən burada Rövşən mənim az-azada var ki, mən onun şeirlərini əzbərliyim və ona üzrüstəm o indiki şor bilgisini adamları deyil, çörək gətirən şeirlər var. Məsələn, burada çörək gətirən şeirlər çoxdur. Yəni, mən məclislərdə etiraf edirəm ki, deyib çörək qazanacam bunlardan. Burada bir şeir mənim çox xoşuma gəlir. Bəlkə bundan sonra bir televiziyada, siqnatımızda danışanda oxuyacam. Cəvahirsən, yoxsa lər? Kaş ki, görəyicim əsər. Nə xoşbəxtsən, gözəl səni bir şairsin. Bəlkə də şairin sevdiyi bala gözəldə o ən böyük məhəbbətə layiqdir. Amma şair gözəlləri mən inanmıram ki, xoşbəxtlik verirsin. Çünki şairin öz dünyası var, burada şairlər çoxdur. Varlığını, özünü, ateşini, közünü, hər kəlməni, sözünü qiyməti salayır, sevir. Qönçə çiçək daxıb qotanını, işvə qəmzə adını, baxışında mənanı, arifdir, sevir. Qurban edir canını, şöhrətini, şanını, bu sevgi dastanını ellərə yayır, sevir. Fikri xəyal aparır, dörd dərd sinəmi qoparır, nə ölür, nə qurtarır. Nə candan doyursun. Mən Allahdan arzu edirəm ki, sən sevməkdən doymuyorsan mənə nazqadır. Səni sevərlər səndən doymasın. Mən tam səni deyirəm, bəzi zaman çox gözəl etiraf edər ki, mən borsalları özüm düşünürəm. Mən o qədər masallıdan talış deyiləm, mən o qədər borsalıyam. Çünki borsallar mənim üçün çox əzizdirlər, çox. Və bayaq biraz mənim də deyim. Bu şeirlərdə musiqi var. Yəni, Rövşən müəllimin yazdığı şeirlərdə saz var. Saza vurğun olan insanın pis adam olmalı, pis şair olmalı. Haqqı yoxdur, necə ki, mənim Rövşən yoxdur. Sizi təbrik edirəm, barıma baxıram. İnanıram ki, bundan da qardaşımız Ataxan. Çağır yazsın. Biraz tez yazsın. Ona görə də arzu edirəm ki, bizim aşıqlar da Rövşən qardaşımızdır. Gəl Ataxan, gəl sənin sazı buradan mı kökləyəcək, yoxsa kökləyib mi gəlir sən? Rəhmətli aşıqlarda olmasın. Kulağını vurmasan bu danışmaz. Aziz kardeşim Rövşən, mən də bu məclisə qoşuluram. Bu gözəl, bu yığıncağa, Borçalının yığıncağına qoşuluram. Sənin bu kitabının təqdimatında sizi təbrik edirəm. Və valla biraz üzürü sayın, səsim işləmir. Bir dənə Əmrahın
ruhanisini işləsək nə tər olar? Şeirinlə. Vahid Səmərlinin yanında biraz oxuyurdum. Baş üstə. Rövşənin özü bir şey. Enişli yoxuşlu yollar tutmuşam. Yaxşılıq, güzəməl olubdur keçən. Uca zirvələri hədəf seçmişəm. Odur başımdakı dumanım sənin. Hədər ağarmayıb saçlarım. Dilimin əzbəri Allah kərimdir. Halal buz çörəyi alın tərimdir. Vətənim, torpağım güman yerimdir. Müqəddəs varlığım, imanım, dilim, hədər ağarmayıb saçlarına. Acılı şirinli dövran görmüşəm, neçə həsrət görüb, hicran görmüşəm. Odlu ürəyimdə tufan görmüşəm, fırtına içində ömür yelkənim, hədər ağarmayıb saçlarına. Var ol. Ötən gəncliyimin dadında qaldım, bəlkə yaddaşında, yadında qaldım. Alışdım bir eşqin odunda yandım. Məhəbbət ruhuma kəsilib mənim, hədər ağarmayıb saçlarım mənim. Rövşənəm burada 60 yazılmışdan 70'e çatıbdı yaşım. Sad olub, söz olub könül sirdaşım. Var olsun dostlarım, qohum, qardaşım. Gün atsınlar vərəm, gönül, səmənim. Hədər ağarmayıb saçlarım. Osmanlı'na güvenme. Dünya özü bostan eken dünyada. Ağlar boyun arasını torpağın, bereketi göğe çeken dünyada. Eğrisi de doğrusu da yalandı. Yol kesip dertli evden alandı. Öyle inan gibi kıvrılandı, salandı, leylek gibi. Tez tez seken dünyada. Elimizin, babamızın güzel şairesi Saadet'te diyor ki, size kurban olun ay elimizü, artık gör karalar yanma düştü. Yolda sınıf gördü, baş geçti, hasretten geldi ya gelip bilmirəm necə deyimdi, ölümün
rəqsi akar şimdi. Dağların boynunda yalıqın çəkib baş geçti yoluna kalalar. Nəzər əllərimizlər olsun, sağ olun. Sen sazı sonra, əvvəl sazı sonra götürmüşsən. Sən əvvəldən bilirsən. Amma bir də məclisə gələndə səsini biraz nizamla gəlir. Vahid səndən bir şey yoxdur səsini. Demək, hörmətli el-oğullar, hörmətli ziyalılar, bugün bizim məclisimizdə gözəl bir şairimiz var. Hamımızın hörmət bəslədiyimiz, hamımızın sevdiyimiz gözəl bir insandır. Deyir, Darbaz dərəsindən keçdim o yana, meşələr sarıldı mənim boynuna. Olusum çox dözüb fərə yoluna, sağ sənsən itirdiyi soğulu borçalı, çox yağıb başına dolu borçalı. Borçalımızın, bizim elimizin gözəl şairi, dinli, imanlı, qəlbi həmişə imanlı olan, həmişə Allahına bağlı olan və rəhmətli Oqtay Rıza xəstə olanda mən onun yanına getmişdim xəstəxanaya. Elə yazılar birində tədbir gedə bir də geldi səhər dedi ki, Vəli Qaraçaylı mən xəstə olanda yanıma gəlmişdi. Binəli Bayram da, elə Təbriz İmam da məni xəstə olanda ziyarət elədilər. Elə bu da sizin böyüklüyünüzdür. Azad cavan olan bizim Azad qardaş oğlumuz da gözəl, bizim borçalının gözəl oğlu. Allah sizi var eləsin. Həmişə siz yaxşı olun, həmişə bax belə bir yerdə olaq, biz bir olanda daha güclüyük. Ona görə də buyur əziz qardaş. Həyatın cəmiyyətinə bəxş elədiyi ən güclü varlıqlar, vəldilərdir. Çünki bizim hər birimiz bir oxucu kimi oradan bəhrələnlik, öyrənlik və həm də ki, istər şairlər olsun, istər yazıqların yaradıcılığı tarixdə böyük iz bıraxır. Onlara üstünlər oradan mənbə kimi oradan istifadə edirlər. Şair və yazıcılar halal olanda onların yaradıcılığından bəhrələnən şairləri də təlim-tərbiyəli, əxlaqlı və dürüst olurlar. İndi əvvəllər də olur, indi də var. Biraz istedaddan, biraz yoxsa xeyli istedadı kəm olan insanlar biraz üstsüz olurlar, arsız olurlar. Həmiş özünü gözü soxmağa çalışaraq ki, tanrısından baxılar açsınlar. Amma bizim Rövşən qardaşımız elə deyil, öz halal təbinlə, halal yaradıcılığınla özünü bizlərə sevdirmişdir. Ona görə ki, dərçəli fikri mütləq dəyərli sözün özü nə vaxtsa da öz sahibini çəkir və sağlayacaq. Bugünkü günü, əziz qardaş, sizin ilk kitabınızın araya əlsə gəldiyi gündür. Mən də sizi ürəkdən təbrik edirəm. Qalan yox, qalan kitablardan olsun və ümid edirəm ki, qalan kitablardan olmaz. Çünki siz öz yaradıcılığınızla bunu təsdiq edirsiniz. Çox danışmaq istəmirəm, ona görə söz verirlər üçün çox insanlar var. Bir daha sizi ürəkdən təbrik edirəm. Sizə uzun ömür ülkəmizdən sağlıqlı, qorxun, yaradıcı olmalı. Sağ olun. Bizim məclisimizdə gözəl şairimiz, gözəl insan, əziz dost İldırım Qəhrəmanov məclisdədir. Bizim gözəl Qarabağın, o Dilbər Qarabağın, Ağdamın, bizim burada belə bir ki, bir təm bir Ağdamın musiqisi var, bir də Ağdamın şeiriyyəti var. Şimdi əziz qardaşım buyur görək. Çox sevdim, sadəliyinə görə, şeirlərinə görə. Ondan sonra bildim ki, bizim bu Rövşən qardaşımız da onun qardaşıdır.
və onun yaradıcılığı da mənim üçün çox əziz oldu. İndi düzü beynim belə rəqbədə xüsusiyyəti gəlir ki, bir deyilək şey o tərəfə yadıma düşmür. Mənə bunu zəng eləyəndə ki, bugün və sən məclisə gəlməyəsən, inanırsız, durdum, bilmədim neyniyəm, yığışdım, gəldim. Bir də görə maskımı da qoymuşam, telefonumu da qoymuşam, hər şeyi qoyub gəlmişəm. Ona görə də mən buradan heç bir şeir oxumayacağım, oxusam gərək askı ilə oxuyam. Və söz verirəm ki, mənim qardaşımın yaradıcılığı haqqında bir yazı yazacağım. Və o yazını internetdə yayacağım. Təşəkkür edirəm. Olduqca sevdiyim şairdir. Oxumuşam onun iki qardaşının ikisidir. Mənim ilk internet dostumda dediyim kimi Qulovdur. O da onun qardaşının şair kimi ikisini də sevirəm. Təbrik edirəm səni. İnşallah dəfələrlə bundan da çox qalan kitablarını görəcəyik.